Radiator mühərrikin soymasının əsl səbəbkarıdır. Bu gün sizə radiatorun necə işlədiyini, problem çıxdıqda nələr baş verə biləcəyini göstəririk. Radiator nə işə yarayır? Radiator mühərrikin istiliyini idarə edən sistem ürəyidir. Mühərrikdə qızan antifriz radiatora gəlir. Burada soyur və yenidən mühərrikə qayıdır. Beləcə mühərrik həddindən artıq qızmır və uzunömürlü işləyir. Bəs radiator necə işləyir? Radiator bir növ radiator lövhələri və kanallarından ibarətdir. Antifriz kanallarda keçərkən hava ilə təmas edir. İstilik yayılır. Fan da mühərrikin yanma temperaturunu qorumaq üçün əlavə soyutma təmin edir. Radiator xarab olarsa nə baş verir? Əgər radiatorda problem varsa, antifriz düzgün dövr etməyəcək. Mühərrik sürətlə qızacaq, temperatur lampası yanacaq. Bəzən isə qapaqdan buxar çıxacaq. Vaxtında tədbir görməsə, mühərrik yanığı qaçılmaz olacaq. Problem əlamətləri nələrdir? Diqqət et. Mühərrik tez-tez qızır. Radiatordan sızma və ya antifriz səpilməsi, radiator fanı işləmirsə, isti hava gəlirsə, salon sobası normal işləmirsə və belə hallarda vaxt itirmədən ustaya müraciət et. Bu kimi halların qarşısını necə almaq olar? Radiatorun ömrü uzun olsa da, antifriz vaxtında dəyişilməsə korroziya və tıxanma yaradır. Antifrizi 2-3 ildən bir dəyiş, radiatoru təmiz saxla, fan və kəmərləri yoxla. Beləliklə dostlar, radiator maşının gizli qəhrəmanıdır. Onu vaxtında yoxlamasan, mühərrik bir neçə dəqiqəyə qızar. Abunə olmaq, like qoymağı unutmayın. Şərhlərdə bizə suallarınızı yazın. Bəlkə növbəti videoda suallarınızı cavablandırarıq.